bir-birinizə düşmən olaraq aşağı enin, yerdə sizin üçün müəyyən olunmuş vaxtadək məskən və gün güzaran vardır. Adəm tövbə etmək üçün Rəbbindən kəlmələr öyrəndi. O da onun tövbəsini qəbul elədi. Doğrudan da o, tövbələri qəbul edəndir, rəhəmlidir. Biz dedik, hamınız oradan yerə enin, mənim tərəfimdən sizə doğru yol göstəricisi gəldikdə, mənim yol göstəricimin ardınca gedənlərə heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Kafir olub ayələrimizi yalan sayanlar isə od sakinləridir. Onlar